9 iyun dahi müğənni Rəşid Behbudovun anım günüdür. Görkəmli müğənni Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalıoğlunun ailəsində dünyaya gəlib. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə öz fəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edib. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyni adlı operettasının motivləri əsasında çəkilən Arşın Malalan filmində başrola dəvət alıb. 1945-ci ildə film efirə çıxıb və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki əsgər roluna görə Rəşid Behbudov Stalin mükafatı ilə təltif olunub. 1949-cu ildə Budapeştdə keçirilən gənclərin və tələbələrin Ümumdünya Festivalında çıxış edib. 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbər olub. 1966-cı ildə musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvü sürətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonuna dək onun solisti, bədii rəhbəri olub. Bütün Sovet Respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və sair ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. Rəşid Behbudov Hindistana səfəri haqqında Uzaq Hindistanda kitabını yazıb. Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.